Hər birinizi ümumiləşdirib təkrar hissəsində salamlayırıq və videomuza keçməyə əvvəl abunə olun, bəyənin, paylaşın, qruplarımıza da qoşula bilərsiniz. 050 775 172 nömrəsindən də əlaqə saxlayıb növbəti ildən dərslərimizə qoşula bilərsiniz. Söz sırasını bərpa etməklə cümlələr. Dəhlizdə dipçək məktəbin qoyulmuşdu, çoxlu geniş. Maraqlıdır. Bu necə eləyir? Dəhlizdə məktəbin dəhlizində yazaq bunu. Məktəbin geniş dəhlizində çoxlu dipçək qoyulmuşdu. Külək yarpaqlarını şiddətli tökürdü yerə ağacların. Şiddətli külək yazaq. Deməli, rəqəmləyirəm. Birinci bu olacaq. Şiddətli külək ağacların yarpaqlarını yerə tökürdü, ardıcılı. Teatra tamaşaya uşaqlar baxdılar. Uşaqlar 1. Teatrda 2. Maraqlı 3. Tamaşaya baxdılar. Cümlədə söz sırasını elə dəyişin də fərqləndirilmiş söz məntiqi vurğu. Məntiqi vurğu dediyimiz söz həmişə feilin yanında. Kamran kitab sərgisinə noyabrda gedəcək. Burada yazmalıyıq uşaqlar, feilin yanında. Şagirdləri ekskursiyaya müəllim apardı. Burada yazmalıyıq, necə deyərlər, feilin yanında olan sözlər məntiqi vurğu ilə deyilir. Hansı cümlələrdə inversiya baş verib? Həmin cümlələrdə söz sırasını bərpa edin. Yayda çəkər zəhməti, qışda görər ləzzəti. Zəhməti, deməli, birinci bu olacaq, ikinci bu olacaq, üçüncü bu olacaq. Ləzzəti, birinci bu olacaq, ikinci bu olacaq, üçüncü də bu. Yəni, zəhməti yayda çəkər, ləzzəti qışda görər. Ortada yeyir, qıraqda gəzir. Bu düzdür. Açdı çiçəkli güllər açdı. Deməli, 1, 2, 3 olacaq bu bura gələcək. Dilə gəldi bülbüllər. Bülbüllər də əvvələ gələcək. Bu 1 olacaq, bu 2. Ulduzlar havanın bağrını dəlir. Qayalı dağlardan duman yüksəlir. Burada da hamısı yerindədir. Cümlədə səhv yazılmış, çox keçmə. Cümlədə səhv yazılmış sözləri müəyyənləşdirin. Çobanlar malqaranı yaylağa çıxarırlar. Bizimlə gəzintiyə gedərsiniz. Bunun qaydalarını keçmişik. Mən bu il marafonda iştirak edəcəyəm. Orfoqrafik normalara uyğun, yəni düzgün yazılış olaraq sözlərə sərnişinlər bu olacaq. Avtobuslara, düzdür. Atam gün ortaya qədər bağda işlədi. İşlədi deyilişdi, olmaz. 18-ci əsrdə Azərbaycanda xanlıqlar, nıxlar deyilişdi, olmaz. Burada da nər deyilişdi, olmaz. Təhsilli və savadlı olmalıdır, d deyilişdi, olmaz. Cümlələrdə fərqləndirilmiş sözlərin yazısında yol verilmiş. Mən dik yoxsu güclə çıxdım, nən tələffüzdür. Qardaşı ilə olmalıdır, ayrı yazılmalıdır. Aramla, babamla la olur və bununla da bu bölməmiz artıq bitir. Növbəti dərslərimizdə artıq 8-ci bölməyə keçmiş olacağıq. Növbəti izahlarda görüşərik.